بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Söhbətimiz geçen cəlsədə Xəndək müharibəsinin haqqındaydı ki, ərz elədim. Xəndək müharibəsi hicrətin 5-də vaqe oldu və Xəndək müharibəsinə Əhzab müharibəsi də deyirlər. Yəni bütün hizbilər, bütün qruplar, bütün qəbilələr hamılıqca bir yerə toplandılar. Böyük bir qoşunu təşkil verdilər ki, onun tedadı və sayı 10.000 nəfərdir. Və Xəndək müharibəsində də Peyğəmbər ki, müsəlmanları dəvət elədi. Beləncə bir müharibənin və hərəkətin düşmənin qarşısında dayanalar hududu 3.000 nəfəridir. Hər halda Xəndək müharibəsində o bir ay təvəqqüf eləyəndən sonra bu xəndəqin kənarında ki, daha demək olar, yoruldular. Axırda 5 nəfər onlardan hazır oldu. Xəndəqdən keçələr bu tərəfə və müsəlmanlardan mübariz tələb eləyələr. O cümlə o 5 nəfərdən birisi Əmr ibn Əbdəvid idi. Əmr ibn Əbdəvid neçə dəfən mübarizə tələb eləyəndən sonra, hududan 3 dəfən mübarizə tələb eləyəndən sonra ki, müsəlmanların heç birisindən bir səs qovzanmadı və heç kəs eləyə bilmədi dura bu nakəs bir insanın cavabını verəm. Amma Ali əleyhissalam canım fəda ola ona durdu və hazır oldu gedə beləncə bir şəxsin ki, 1000 nəfərlə müqabilə eləyə bilərdi, qarşısında dayanam, onunla müharibə eləyə və onu həlak eləyib cəhənnəmə vasil eləyə. Odur ki, elə ki hazır oldu meydana gedə, Peyğəmbər öz şəmşirini verdi onun əlinə və onun başına, yəni Ali əleyhissalamın başına imamə bağladı və Ali əleyhissalamın haqqında çoxlu dua eləyib onu meydana göndərdi. Peyğəmbər buyurdu: "Barazal İslam kulluhu ilə şirk kulləh." Yəni bütün İslam, bütün küfrün qabağında, qarşısında dayanıb. Yəni bu müqabilə və bu müharibə demək olar İslamla küfrün müharibəsidir. 2 dənə adi bir şəxsin müharibəsi deyil. Odur ki, Ali əleyhissalam meydana gedəndə daha ata minmədi, atsız getdi, elə ayağı ilə Əmr ibn Əbdəvidə sonra hərəkət elədi və dedi ki, ey Ali əleyhissalam, o Əmr ibn Əbdəvid dedi ki, ey Əmr ibn Əbdəvid, sən özü ilə əhd eləyibsən, əgər bir nəfər kişi Qureyşidən səndən 3 dənə bir məsələni, 3 dənə bir işi istəsə, sən onların birisini qəbul eləməlisən. Əmr ibn Əbdəvid dedi ki, bəli, mən belə bir əhdi eləmişəm, elə belədir. Həzrəti Ali əleyhissalam buyurdu, mənim sənə 3 dənə məsləhətim var, 3 dənə sözüm var. Gəl sən mənim bu sözlərimi qəbul elə. O 3 sözümün birincisi ibarətdir bundan ki, əvvələn gəl sən İslam dinini qəbul elə. Bütpərəstlikdən, şirkdən, küfrüdən əl götürüb gəl müqəddəs İslam dinini qəbul eləcinən. Ali əleyhissalamın bu məsləhəti ilə müxalifət elədi və dedi, xeyr, mən gəlməmişəm İslam dinini qəbul eləyəm, mənim öz dinim özümə elə müqəddəsdir. Odur ki, bu məsləhəti qəbul eləmədi, dedi, xeyr, geçkinən bu məsələdən. Ali əleyhissalam buyurdu, mənim ikinci məsləhətim sənə, ey Əmr ibn Əbdəvid, budur ki,
gəlcinən müharibədən əl götürcünən, sərf-i nəzər eləcünən və müharibə eləməcünən, müsəlmanlarla müharibə eləməcünən, mənim qabağımda dayanmacünən, qayıt getcünən, müharibədən əl götür və əl çək. Dedi ki, mən ta Muhammedin işini başa çatdırmayam, onun ömrünə xatəmə verməyəm, heç vaxt mən qayıtmənəm. Mən gəlmişəm, İslamı müsəlmanları aradan aparam. Mənim məqsədim və fikrim budur. Olar məgər mən müharibəsiz qayıdam. Odur ki, Ali əleyhissalamın bu ikinci məsləhətini də qəbul eləmədi və dedi ki, mən hətta nəzr eləmişəm, ta öz intiqamımı Muhammeddən almayam, başıma yağ vurmayam, başımı daramayam, özümə yetişməyəm. Odur ki, və onun üçüncü məsləhəti, Ali əleyhissalam buyurdu, mənim üçüncü məsləhətim sənə budur ki, sən get, qoy başqası gəlsin, bizlə müharibə eləsin, bizdən əl çəkcinən. Bunu da qəbul eləmədim və dedi ki, elə mənim təsmimim, mənim fikrim budur ki, özüm sizinlə, özüm İslamla, müsəlmanlarla müqabilə eləyib və onlarla müharibə eləyəm. Odur ki, Ali əleyhissalam ona buyurdu, əgər istəyirsən müharibə eləyəsən, pəs atından ən aşağıya, gəl aşağıya. Əmr ibn Əbdəvid dedi ki, mən heç vaxt belə cəman eləməzdim, belə fikir eləməzdim ki, belənçi bir nəfər şəxs məndən belə bir təqaza eləyə, məndən belə bir söz istəyəm və işi istəyəm. O da çox narahat oldu, atından əndi aşağıya və hirsləndi, hirsindən, qəzəbindən öz atının ayaqlarını vurdu və atı yerə düşdü və dedi ki, ey Əli, mən sənin atayın tanıram, sənin atan Əbu Talib mənim dostumuydu, sən cavansan, qayıt, get, mənlə müharibə eləmə, mübarizə eləməcənən, özüyən yazdığın gəlsin, getcinən, mən istəmirəm səni öldürəm. Amma Ali əleyhissalam buyurdu, bəli, mən istəyirəm səni öldürəm. Əmr ibn Əbdəvid ki, elə bu sözü Ali əleyhissalamla eşitdi, çox hissləndi, atından yerə gəldi və Ali əleyhissalama hücum apardı. Buradaydı ki, bu iki nəfərin müqabiləsi, müharibəsi və mübarizəsi başlandı. Çox güclü, elə bir vəziyyətdə ki, toz, duman hər yanı tutdu. Hətta uzaqdan baxanlar bunları yaxşı görə bilmirdilər. Elə bir güclü və qudrətli bir müharibə bu iki şəxsin arasında gedirdi. Böyük bir zərbə gətirdi vura Həzrəti Ali əleyhissalamın başına. Ali əleyhissalam öz qalxanı ilə onun mübarizəsinin və onun zərbəsinin qarşısını alıb, amma o böyük zərbənin əsərində Ali əleyhissalamın qalxanı parçalandı və başına zərbət dəydi və bədəninə ox yarası, ya şəmşir yarası dəydi. Amma Ali əleyhissalam da fürsətdən yaxşı istifadə edib, böyük, möhkəm, qudrətmənd zərbəsini o Əmr ibn Əbdəvidin o cəsədinə varid elədi və o möhkəm zərbənin əsərində yerə gəldi və daha öz yerindən dura bilmədi. Burada əcib əxlaqi bir nüktələr var və o ibarətdir bundan ki, mümkündür siz də bu məsələni sözü eşidibsiz. Elə ki, Əmr ibn Əbdəvid Ali əleyhissalamın zərbəsinin əsərində düşmüşdü yerə və daha dura bilmirdi və Ali əleyhissalam lazım bildi ki, bu İslamın düşmənini cəhənnəmə vasil eləyə, onun başını bədənindən ayıra və onu öldürə, cəhənnəmə vasil eləyə. Elə ki, getdi ona sarı, istədi otura onun sinəsinin üstündə və onu cəhənnəmə vasil eləyə, ədəbsizlik elədi. Öz ağzının suyunu tulladı Ali əleyhissalamın özünə. Buradaydı ki, Ali əleyhissalama bir az qəzəb gəldi. Ali əleyhissalam istəmədi o qəzəb halı ilə o şəxsi, İslamın düşmənini cəhənnəmə vasil eləyə ki, mabada onun qəzəbi
qarşı Allahın rızayətinə, onun cəhənnəmə daxil olması, Allahın rızayəti ondadır ki, o cəhənnəmə daxil ola. Amma çün qəzəb gəldi biləsinə və ehsas elədi ki, əgər bu hal ilə onu cəhənnəmə vasil eləsə, qəzəbinin bir növ dəxalət olacaqdır. Vardı ki, Ali aleyhisselam durdu meydanda, bir neçə qədəm vurdu ta o qəzəbi və o hirsi aradan gedəndən sonra gəldi, bunu qurbətən ilallah, Allaha xatir cəhənnəmə vasil elədi. Elə ki, Əmr ibn Əbdəvid Ali aleyhisselamın o möhkəm zərbələrinin vasitəsilə cəhənnəmə vasil oldu. O 4 nəfər digər pəhləvan və mübariz ki, Əmr ibn Əbdəvid ilə gəlmişdi və istəyirdi onlar da mübarizə eləyələr. Bu vəziyyəti görəndən sonra daha eləyə bilmədilər, meydanda qalalar. Odur ki, meydanı tərk eləyib qaçdılar. O 4 nəfərdən 3'ü özlərini qaçıb nəcat verdilər. Amma birisi Nofəl adında elə ki istəyirdi qaça, atı ilə düşdü xəndəqə və xəndəqdə dayandı, daha qaça bilmirdi. Odur ki, Ali aleyhisselam o Nofəli də orada cəhənnəmə vasil elədi və bu 2 şəxsin, Əmr ibn Əbdəvidin və Nufəlin aradan getməsi və cəhənnəmə vasil olması Ali aleyhisselamın möhkəm zərbələri ilə bunların aradan getməsi əcib düşmənin o 10.000 nəfərin ruhiyyəsində əsər qoydu və daha eləyə bilmədilər, onlar qalalar və müharibəyə davam verələr. Odur ki, çoxları təsmim tutdular, geri qaydələr, meydanı tərk eləyib qaçalar. Bu ruhiyyənin sınmağının ardıca da o tərəfdən də Allah təbarək və teala güclü və şiddətli yel ilə, tufanla ki əstirdi, elə bir vəziyyətdə ki, onların daha orada qalmaqlıq şəraitin aradan apardı. Yəni, onların xeyməsi, çadırı dəydi bir-birəm, daha onların orada qalmaq şərait aradan getdi və eləyə bilmədilər. O saatdan o yana orada qalalar. Odur ki, ondan sonra hamısı qaçdılar, meydanı tərk eləyib və o səhnədən və meydandan çıxdılar. Buradaydı ki, Peyğəmbər Ali aleyhisselamın haqqında belə buyurdu: Zərbətu Aliyin yevmul xəndəq əfzəl min ə'mal ümməti ilə yevmil qiyamə. Ali aleyhisselamın zərbəti xəndəq günü, xəndəq müharibəsində Əmr ibn Əbdəvidə və onun o həm mübarizinə əfzəldir. İslam ümmətinin əməllərindən ta qiyamət gününə qədər. Və ayrı bir ibarətdə də Peyğəmbər belə buyurur: Li-mübarizəti Ali ibn Əbi Talib li-Əmr ibn Əbdəvid yevmul xəndəq əfzəl min ə'mal ümməti ilə yevmil qiyamə. Hər halda bu müharibədə İslam qalib gəldi və küfr məğlub oldu və ondan sonra getdi ta uzun müddətə qədər bu müharibənin o məğlubiyyəti onların ruhiyyəsində qaldı, onların fikrində qaldı. Hər hal bu böyük bir hadisə idi ki, hicrətin 5'ində baş verdi. Amma hicrətin 6'sında olan hadisələrdən bir neçəsinə işarə edirəm. O cümlə hadisələrdən birisi ki, hicrətin 6'sında baş verdi, ibarətdir həccin vacib olmasından. Allah təbarək və teala Cəbrail əminin vasitəsilə həcci müsəlmanlara vacib elədi. Peyğəmbərə lazımdır ki, hicrətin 6'sında bu məsələni müsəlmanlara elan eləyə, məsələni müsəlmanlara elan elədi. Müsəlmanlardan hududən 1400 nəfər Peyğəmbərin səsinə səs verdilər
ve hemen ilde, yani hicretin 6'sında 1400 nefer hazırlık gördüler ve hazır oldular ki Peygamberle beraber bu hamlikte Mekke'ye gidip amal haccı yerine getireler. Odur ki Medine'den hareket elediler, gittiler Zulhalife'ye, ki Medine'nin kenarında bir tane bir yerdi, mekandı Zulhalife. Orada ihram bağladılar. Yani öz bedenlerinde olan giyimi kenara koydular ve məxsus o paltarlarla, ağ geyimlərlə ki görübsüz, hacılar Məkkəyə gedəndə ki nə cür ehram bağlayırlar, Peyğəmbər o 1400 nəfər Müslümanla beraber ihram bağladılar ve lebbeyk diye Mekke'ye sarı hareket elediler. Allahümme lebbeyk, lebbeyk, Allahümme lebbeyk ve ta ahir. Her halda Peygamber ki ihram bağladı, lebbeyk diye Mekke'ye gittiler. Mekke'ye çatanda Peygamberin bu hareketini müşrikler gördüler ki bəli, Peygamber mesela 1400 nefer, 1500 neferlə cemaatla gelir Mekke'ye, çıktılar Peygamberin karşısına, hududan bir 50 nefer hazır oldu Peygamberin karşısında dayana ve Peygamberin Mekke'ye çeşmesinin qabağını ala. Ama bu ay, yani Zilhicce haram ayıydı. O da Peygamber özüne icazə vermedi oradan. Onlarla muharibeye ve mübarizeye meşgul olan. Odur ki mübarizeden el götürüp ve karar buna oldu ki daha Mekke'ye girmeye ve amal-i haccı encam vermeye. Müşrikler Saran-ı Qureyş belə qərara gəldiler ki, ey Peygamber, eğer istəyirsən bu illerim varid olasan, daxil olasan Mekke'ye amal-i haccı encam verəsən, imkanı yoxdur, qoymanıq. Pəs Peygamber buyurdu, gelin bir sülhi eləyəğin, gelin əhd-u peymanı yazağın ki, həddəqəl biz eləyə biləğin Allah'ın əmrini bir müəyyən vaxtda, bir başqa vaxtda yerinə gətirəğin. Odur ki, razı oldular bu məsələyə ki, öz aralarında bir dənə bir əhd-u peymanı yazalar ki, həmun əhd-u peymana sulh-i Hudeybiyyə deyirlər. Sulh-ı Hudeybiye ile hemen, yani hicretin 6'sında ki Peygamber qəsd eləmişdi əmal-i həcc yerinə gətir, amma müvəffəq olmadı ve razı olmadı müharibə oluna, onlarla söhbət elədi ve onlar razı oldular. Bir dənə bir sülhünameyi öz aralarında təyin eləyələr ve onu kabul eləyələr ve her iki taraf o sülhünaməni öz aralarında təyid eləyəndən sonra hamısı ona qol çəkdilər ve onun əsasında Peygamber çox böyük bir müvəffəqiyyətləri demək olar ələ gətirdi və həmin sülhün və təfahümnamənin əsərində idi ki, gələcəkdə Müslümanlar Məkkəni fəth elədi və həmin əhd-u peyman idi ki, bais oldu çoxlu bir qəbilələr İslam'a sarı üz gətirdilər, Müslüman oldular və İslam qudret-i quvvət tapdı, ta getdi ki, nihayətən fəth-i Məkkəyə müncərr oldu. Amma bu sülhünamənin bir neçə dənə maddəsinə, bir neçə dənə o qismətinə mən işarə edeyim. O cümlədən bu sülhünamənin məvaddından və cümlələrindən birisi buydu ki, hər iki tərəf, yəni Peygamber sallallahu aleyhi ve sellem ve Qureyşin sərkərdələri bahamlıqda bu fikri qəbul elədilər ki, 10 il müddətində bir-birin əleyhinə müharibə olunmuyor. Bu sözü təyid elədilər, təkid elədilər və bu sözə hər iki tərəf qol çəkdi ki, 10 il müddətində heç tərəf bir-birə hücum aparmıyor və müharibə olunmuyor. Amma çox az müddətdə bu qərar onların tərəfindən sındı, aradan getdi və öz dediği əhd-u peymanları aradan apardılar və bu bais oldu onların
hürmetten düşmesine ki öz sözlerin üstünde durmadılar. İkinci karar ve ikinci söhbət iki aralarında getmişti bu iki tarafın, ibaret idi bundan ki ahd-u peyman, herkes istəyir peyğəmbərlə və ya Qureyşlə ahd-u peyman bağlaya və ya İslam'a sarı gələ və ya Qureyşə sarı gedə azaddır. Bütün xalq, cəmaat öz yolunu, əqidəsini seçməkdə azaddır. Bu da ikinci. Bu ahd-u peymanın o qarardadı idi və məfaddı idi. Və üçüncü ibarət idi bundan ki, əgər bir nəfər Qureyşidən, kuffardan, budpərəstlərdən Peyğəmbərə sarı gedə, Peyğəmbərə lazımdır ki, onu tutub Qureyşə sarı qaytara. Və əgər bir nəfər İslamdan Qureyşə sarı gedə, budpərəstlərə sarı gedə, daha onlara lazım deyil ki, onu tutub İslam'a, müsəlmanlara təhvil verələr. Və dördüncü maddəsi və qisməti ibarət edir bundan ki, İslam Məkkədə ələni idi, azaddır. Hər kəs istəyir İslamı təbliğ edə və ya İslam'a sarı gələ, azaddır. Bunu da qəbul elədilər. Və beşinci maddəsi ibarət idi bundan ki, müsəlmanlar Məkkədə məzhəb cəhətindən, din cəhətindən azaddılar. Yəni Peyğəmbər demək olar, çox gözəl lazım olan bir nüktələri, mətləbləri, sözləri, söhbətləri təyin eləyib və onlar da təyid elədilər. Hər iki tərəf də təyid elədi. Və altıncı qisməti ibarət edir bundan ki, Qureyşin və müsəlmanların, yəni hər iki tərəfin əmvalı və canı möhtərəmdir. Və ha belə yedinci qisməti ibarətdir bundan ki, müsəlmanlar ki Mədinədən Məkkəyə gəlirlər, ziyarət məqsədi ilə ya ayrı bir məqsədi ilə gəlged edirlər, onların malları və canları möhtərəmdir. Hər halda belənçi bir sülhünaməni Peyğəmbər hicrətin 6-sında yazdılar. Hər iki tərəf bu sözlərin təyid olmasına qol çəkdilər. Amma o bu sülhün, demək olar Sülh-i Hudeybiyyənin o birinci qisməti ki ibarət edir bundan ki, hər iki tərəf 10 ilin müddətinə haqqı yoxdur bir-birinə müharibə eləyə, onu az bir müddətdə sındırdılar və bu qanunun, bu sülhün sınması onların zərərinə tamam oldu. Mən bu söhbətimin axırında, sonunda sizi əzizləri böyük və mehriban Allaha tapşırıram. Allah'tan sizi əzizlərə uzun ömür, can sağlığı arzulayıram. Allah inşallah aqibəti əmrlərimizi xətmi bi xeyr eləsin. Vəssalamu aleykum.